Izləyicilər, bu günləri hal-hazırda bizim vətən uğrunda canından keçən, qanı ilə tarix yazan torpaqlar üzərində rahat gəzməyimiz, torpaq altında yatan qəhrəman şəhidlərə borcludur. Bax, bu gün doktorlarımızda və biz də onların içində olmaqla rahat bu torpaq üzərində gəziriksə, ilk öncə şəhidlərə borcludur. Qazilərə, veteranlar. Bax, bu gün də haqqı boynumuzda olanlarla bahəm, bax, doktorların da haqqı boynumuzdadır. Bu günləri isti soyuq bilmədən, gecəni gündüzə qatıb, gecənin hansı radələrində zəng eləsən, dərhal 103-dən həmin ailəyə dərhal xidmət gedir. Ona görə də bu gün, bax, biz bu həkimlərin peşə bayramı günü münasibəti ilə 103-də oturan doktorlarımızı da yaddan çıxartmadıq. Bizim dəyərli aksaqqal doktorumuza ilk sözü verəcək. Elə belə deyək, ətraflı doktorumuz bizlər üçün öz dilindən işləyəcək. Buyur. Bugün bize değer verildiği için bütün insanlara teşekkür borcum var. Ben fəxr edirəm, mən qala Azərbaycan övladıyam, bundan fəxr edirəm və mübarəklər diyarı olan Biləsuvar rəhmanım tədbir yardım şöbəsində 38 il çalışıram. Bu milletin qulluğunda dayanmağından fəxr duyuram. Bundan sonra qalan ömrümü də bu insanların sağlıqlı keşiyində durmağa sərf edəcəm. Mən öz xalqımla, öz qayımla fəxr duyuram. Allah nə qədər ömür verib bu millətə qulluq eləməyə mən hazıram. Təşəkkür. Var olasan. Təşəkkür edirəm və bir daha peşə bayramımız mübarək olsun deyirəm doktor. Allah sizi. Hacı Mir Sultan ağanın övladından da söz götürək. Buyur. Çox sağ olun. Zəfər doktor deyildi, bu təcili yardım və işləyən həkimlərlə biz pandemiya vaxtında dünən bu söhbət elədik. Saat 5-ə qədər, 6-ya qədər kəndlərdə pandemiya ilə bağlı işləyək və gecə gəlib aldıqdan sonra bizim tam orijində yəni həkimlər o qədər əziyyət çəkir, o qədər bunların işləri əvəz olunmazdı. Allah onlara can sağlığı versin, üzümə versin ki, bu xalqın, millətin bu yollarda bulur. Allah can şəhidlərini rəhmət etsin, yolları şad olsun, bəyəqlə sözlər söz verir. Bu gün də mən bunu seyirlərlə təsəvvür edirəm. Bütün Süleymanın ümumi bir qədim var, İdramanın 16-cı bölümləri, Allah can şəhidlərini rəhmət etsin, Allah azərətlərini olsun. Bütün şəhidlərini rəhmət etsin, qazilərimiz, millətimizdə, dövlətimizdə, kesinliklə dünən ki, bugün də bayram sayılır, dünən də. Sizlərə təşəkkür ederim. Sağ olun. Bəziləri burada özlər olmayanlara da uzun ömürlər sağlayın. Ama bir şey yapılan düz diyeyim. Ama bizi yadından çıkarmamışsınız. Sizlere ben teşekkür ederim. Allah Çox sağ olun. Varım. Qoy yadımdan çıxmamış deyim. Hacı Füzuli bizim yanımızdadır hər zaman. Təşkilatçılıq eləyir bizə. Sağ olsun. Hacı Füzuli deyir ki, mənim adımdan həkimləri təbrik eləyəsən. Yəni tortun alınmasına dəstək olub. Var olsun. Var. Buyur. Təbrik eləyirəm. Bir doktor olaraq sizi də təbrik edirəm. Var olasın. Təşəkkür. Bugün həkimlər günüdür. Sizləri təbrik edirik. Biz də səhiyyə işçilərin bayram münasibəti ilə təbrik edirik. Allah sağ-sağlığı uzun ömür versin. Biz də xalqımızın çeşində insanlara Allah'ın sözünü etməyə olaraq yol söyləyib. Təşəkkür. Buyur. Teşekkürler. Sahip bizi tebrik edersiniz. Bayramımız münasebetiyle teşekkürümüzü iletiyoruz. Var olasın. Təşəkkür. Elbette beni yanına üzere sevebilirsiniz. Elbette bir insan öz aksakalını yandan çıkardırsa o evin, o elin bereket olmaz. Ben fırsattan istifade edip bizim rəhbərimiz elbette biz bir rayonda otursak da bizim rəhbərimiz oturup Bakıda. Bizim 113'ün rəhbərliyi. Ben bu rəhbərliyi bütün kollektivin hamısını təbrik edirəm. Var olasın. Orada bayram mübarək olsun. Bir daha. Təşəkkür edirəm. Var olasın. Kəsəyin tortumuzu sizlərə aiddir. Bu tort sizlərə pişirilib. Hacı Füzuli tərəfindən. Mübarək. Bir dənə alqışlayaq. Bizim dəyərli həkimlərimizə eşq olsun. Var olasın. Bayramımız mübarək. Gözəl dəyərli həkimlər. Bayramımız mübarək.